Handbol üzrə Azərbaycan Kubok turnirinə yekun vurulub. Əvvəlcə kişi komandalar arasında final qarşılaşması keçirilib. AHF Arenada təşkil olunan həlledici oyunda Bakı və Kür üzrə gəlib. Görüşə fəal başlayan paytaxt təmsilçiləri ardıcıl qollar vuraraq hesabda önə keçiblər. Mingəçevir handbolçuları hissənin sonlarına kimi mübarizədə də dönüş yaratmağa nail olublar. Komandalar fasiləyə Kürün minimal hesablı üstünlüklə yollanıb 11-10. İkinci hissə isə daha gərgin idman mübarizəsinə keçib. Maçın yekunlaşmasına saniyələr qalmış hesab bərabər olarkən Kürün üzvü Cavid Tağıyev dəqiq zərbə ilə komandasının qələbə qolunu vurub. 20-19 hesabı ilə qalib verən Kür Azərbaycan Kubokuna sahib olub. Qadınların turnirində Azəryol və Kür finalda münasibətləri aydınlıq gətiriblər. Görüşün ilk yarısı demək olar ki, bərabər mübarizə şəraitinə keçib. Bununla belə hissənin Mingəçevir klubu 14-13 hesabı ilə irəlidə tamamlayıb. Fasilədən sonra görüşün senarisi dəyişib. Həm hücumda, həm müdafiədə inamlı oyun nümayiş etdirən paytaxt handbolçuları yekunda 35-28 hesabı ilə qələbə qazanıblar. Bununla da Azəryol fəxri mükafata yələnib. AHF Arenada təşkil olunan bağlanış mərasimində iştirakçılara Azərbaycan Handbol Federasiyasının prezidenti Salih Məmmədovun salamlarını çatdıran Federasiyanın vitse-prezidenti Orxan Abbasov mövsümün gərgin və maraqlı mübarizə ilə yadda qaldığını vurğulayıb. İdmana göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən Orxan Abbasov növbəti mövsümün də uğurlu keçəcəyinə ümid bəslədiyi deyərək idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayıb. Dövlət himni səsləndirilikdən sonra mükafatlandırma mərasimi olub. Əvvəlcə ölkə kubokunun sahibləri, kişilərdən ibarət Kür və qadınlardan ibarət Azəryol komandalarına kubok və mükafatlar təqdim olunub. Finala yüksələn kollektivlərin üzvlərinə həmçinin Azərbaycan Handbol Federasiyasının medalları və Gənclər və İdman Nazirliyinin diplomları verilib. Ardınca ölkə çempionatının nəticələrinə əsasən fərqlənən komandalar mükafatlandırılıb. Qadınlar arasında Azərbaycan çempionu Azəryolun üzvlərinə qızıl, Qarabağa gümüş, Kürə bürünc medallar təqdim olunub. Kişilərdən ibarət Kür komandası isə qızıl medallarına qovuşub. Bakı komandası ikinci yerin sahibi kimi gümüş, mövsümü üçüncü yerdə bitirən Azəryol isə bürünc medallara sahib çıxıb. Fərqlənən kollektivlərin handbolçularına Gənclər və İdman Nazirliyinin diplomları, qalib komandaların üzvlərinə isə həmçinin federasiyanın qiymətli hədiyyələri təqdim olunub.